Salam, hər vaxtınız xeyir olsun. Bugün iyun ayının 2-si saatlarımız 10:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Ori ilə bugün keçirilən görüş zamanı ona ABŞ prezidenti Donald Trump tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib. Bu, azadlığa dəstək aktına 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması haqqında memorandumdur. ABŞ prezidenti tərəfindən imzalanmış həmin xatirə nüsxəsində Azərbaycan dövlət başçısına öz xətti ilə yazılaraq ünvanlanmış səmimi müraciət yer alıb. Energetikanın ürəyi can Azərbaycanda döyünür. Gələcəyin enerji vizyonu və elektroenergetikanın transformasiyasının istiqaməti burada formalaşır. Bunları Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım X-dəki sosial şəbəkə hesabında yazıb. Bakı Enerji Forumu ilə əlaqədar Energetika və Təbii Sərvətlər Nazirimiz Alparslan Bayraqdarla birlikdə Bakıdayıq. Forumun açılışı Azərbaycan prezidenti Cənab İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Açılışdan sonra Cənab İlham Əliyevlə birlikdə sərgi sayəsindəki stendləri ziyarət etdik və onu TPAO stendimizdə qəbul etmək imkanı qazandıq. Ənənəvi enerji həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunun uğurlu təşkilində əməyi olan Azərbaycanın energetika naziri Cənab Pərviz Şahbazova və əməyi keçən bütün həmkarlarıma səmimi təşəkkürümü bildirirəm. Türkiyə və Azərbaycan enerji sektorundakı güclü əməkdaşlığını daha da inkişaf etdirməklə regional enerji təhlükəsizliyi və davamlı inkişaf hədəflərinə birgə töhfə verməyə davam edəcəklər deyə Ayrım vurğulayıb. Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Vəli Baxşəliyev Facebook sosial şəbəkəsindəki hesabında bildirib. Bugün təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra nəhayət ki, tapıldı. Bu yazıda Urartu hökmdarı İşbuyini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumatlar verilir. Onların indiki Ərəzin kəndindən keçərək Araz çayının cənubunda Plaudi ölkəsində Tanrı Xaldiyə qurban kəsilməsindən bəhs edilir. Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğursuz olub. Sesiyanda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etuini Konfederasiyası onlara xərac verməklə öz müstəqilliklərini qoruyub, saxlayıb deyə arxeoloq qeyd edib. ABŞ prezidenti Donald Trump İranla mesaj mübadiləsinin sürətli templərlə davam etdiyini bildirib. Bu barədə o, Trust Social sosial şəbəkəsində paylaşım edib. İran İslam Respublikası ilə danışıqlar davam edir və sürətlə gedir deyə Amerika lideri bildirib. ABŞ və İran atəşkəs rejiminin uzadılmasını və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan anlaşma memorandumunu müzakirə edirlər. Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələdir.
ABŞ prezidenti Donald Trump bildirib ki, İsrail və radikal Hizbullah hərəkatı hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər. Bu haqda Truth Social sosial şəbəkəsində bildirilib. İsrailin baş naziri Benjamin Netanyahu ilə çox məhsuldar danışığım oldu. Heç bir qoşun Beyruta getməyəcək, geri dönəcəklər deyə Trump yazıb. Onun sözlərinə görə yüksək vəzifəli nümayəndələr vasitəsilə atəşkəsə razılıq verən Hizbullahla da danışıqlar aparıb. İsrail onlara hücum etməyəcək, onlar İsrailə hücum etməyəcəklər deyə ABŞ prezidenti qeyd edib. Daha əvvəl Axios Livan parlamenti sədrinin müşaviri Əli Həmdana istinadən Hizbullahın İsraillə dərhal və tam atəşkəsə hazır olduğunu bildirib. İsrail hökumətinin sözcüsü öz növbəsində hərəkatın İsrail qoşunlarının Livanın cənubundan dərhal çıxarılması olmadan atəşkəsə hazır olduğunu təsdiqləyib. Netanyahu Trumpa İsrailə hücum edəcəyi təqdirdə Beyruta zərbələrin bərpa olunacağını bildirib. İsrailin baş naziri Benjamin Netanyahu ötən gün axşam ABŞ prezidenti Donald Trumpla telefon danışığı aparıb. Məlumata görə Netanyahu bu barədə X sosial şəbəkə hesabında paylaşım edib. Bu axşam prezident Trumpla danışdım və ona dedim ki, əgər Hizbullah şəhərlərimizə, vətəndaşlarımıza hücumu dayandırmasa, İsrail Beyrutun terrorçu hədəflərinə qarşı hücumları bərpa edəcək deyə paylaşımda bildirilir. Onun sözlərinə görə İsrailin bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və ölkənin müdafiə ordusu plana uyğun olaraq Livanın cənubunda fəaliyyətini davam etdirir. Daha əvvəl Trump İsrail və radikal Hizbullah hərəkatının hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiyini açıqlayıb. Hizbullah Livanın bütün ərazisində atəşkəsə razılıq verib. Hizbullah radikal qruplaşması Livanın bütün ərazisi üzrə hərbi əməliyyatlara son qoymağı təmin edəcək atəşkəsə razıdır. Verilən məlumata görə bu barədə hərəkatın parlament fraksiyasının üzvü Həsən Fədlallah bildirib. O həmçinin atəşkəsin İsrail qoşunlarının Livandan tamamilə çıxarılmasına zəmin yaradacağına ümid etdiyini bildirib. İsrailin şərtlərə əməl edəcəyi təqdirdə Livanın bütün ərazisində tam və hərtərəfli atəşkəsi dəstəkləyirik deyə deputat bildirib. Fədlallahın sözlərinə görə İsrail atəşkəsi qorumaq, Livanın cənubundakı evlərin və kəndlərin dağıdılmasının qarşısını almaq üçün qəti üzərinə öhdəlik götürməlidir. ABŞ silahlı qüvvələri İranla əlaqəli 121 ticarət gəmisini ələ keçirib. ABŞ-nin hərbi dəniz qüvvələri dəniz blokadasının başlanğıcından bəri İran limanlarına gedən və İrandan gələn 121 ticarət gəmisini ələ keçirib. Bu barədə ABŞ silahlı qüvvələrinin yaxın şərqdəki mərkəzi komandanlığı məlumat yayıb. Amerikanın minlərlə hərbi qulluqçusu dənizdə, havada və quruda İrana qarşı davam edən blokadanı davam etdirir. CENTCOM qüvvələri iyunun 1-nə qədər blokadanı tətbiq etmək üçün 121 ticarət gəmisini başqa istiqamətə yönləndirib və blokadanı təmin etmək üçün 5-ini sıradan çıxarıb deyə məlumatda bildirilir. Qurumdan qeyd olunub ki, blokada Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzi də daxil olmaqla İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan bütün ölkələrdən gələn gəmilərə qarşı tətbiq olunmaqda davam edir. İran, İsrail və Livan arasında mümkün gərginliyin artması fonunda xəbərdarlıqla çıxış edib. Bu barədə International Press məlumat yayıb. İran rəsmiləri bildiriblər ki, əgər İsrail ordusu Livanın paytaxtı Beyruta qarşı hərbi əməliyyat həyata keçirərsə, Şimali İsrail bölgələrində yaşayan əhalinin təhlükəsizlik məqsədi ilə təxliyəsi zəruri ola bilər. İran hakimiyyəti belə bir ssenarinin yaşanacağı təqdirdə Şimali İsrail sakinlərinin təcili təxliyə etməyə çağırıb. Tehran hesab edir ki, belə bir ssenari regionda qarşıdurmanın daha da genişləndirilməsinə səbəb ola bilər və sərhədyanı ərazilərdə təhlükəsizlik risklərini artıra bilər.
Birləşmiş Ştatlar prezidenti Donald Trump bildirib ki, ABŞ və İran arasında anlaşma memorandumu gələn həftənin əvvəlinə yekunlaşa bilər. Bu barədə ABC News-a telefonla müsahibəsində bildirib. Düşünürəm ki, söhbət gələn həftədən gedir deyə Trump sənədin təsdiqlənməsinin mümkün vaxtı ilə bağlı suala belə cavab verib. ABŞ lideri həmçinin əlavə müddəaların daxil ediləcəyini də gözlədiyi üçün memorandumun əvvəlki versiyası ilə razılaşmadığını da qeyd edib. Bildirək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması həllə ən yaxın məsələdir. Qazaxıstan İranın nüvə proqramı məsələsində texniki yardım göstərməyə, həmçinin yüksək dərəcədə zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bəyan edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir və rəsmi nümayəndə Yerlan Jetibayev məlumat verib. Qazaxıstan da daxil olmaqla bir sıra ölkələr bütün maraqlı tərəflər arasında müvafiq beynəlxalq razılaşmaların əldə olunması və məsələnin praktiki müstəviyə keçməsi şərti ilə xoş məram nümayiş etdirərək texniki yardım göstərməyə hazır olduqlarını bildiriblər deyə Jetibayev İran uranının mümkün yerləşdirilməsini şərh edərkən jurnalistlərə belə deyib. O qeyd edib ki, Qazaxıstan İranın nüvə proqramı üzrə çoxtərəfli razılaşmaların gedişatını diqqətlə izləyir. Xin rəsmisinin sözlərinə görə MAQATE rəhbəri daha əvvəl Qazaxıstanda fəaliyyət göstərən və agentliyə məxsus olan aşağı dərəcədə zənginləşdirilmiş uran bankına diqqət çəkib. Bu bank dinc məqsədli nüvə proqramları üçün zəmanətli yanacaq tədarükünü təmin etməklə yanaşı, nüvə silahlarının yayılmaması sistemində də mühüm rol oynayır. Xatırladaq ki, bundan əvvəl MAQATE-nin baş direktoru Rafael Grossi Financial Times qəzetinə verdiyi müsahibədə Vaşinqton ilə Tehran arasında razılaşma əldə olunacağı təqdirdə Qazaxıstanın uran ehtiyatlarını qəbul etməyə hazır olduğunu bəyan etdiyini bildirib. Grossinin sözlərinə görə o bu məsələni Astanaya səfəri zamanı prezident Kasım-Jomart Tokayevlə də müzakirə edib. ABŞ prezidenti Donald Trump İsrail və Livanın Hizbullah hərəkatı arasında atəşkəsin qorunub saxlanılacağına ümid etdiyini bildirib. Trumpın sözlərinə görə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb və onu Beyrutda böyük əməliyyat başlamamağa çağırıb. ABŞ prezidentinin sözlərinə görə İsrail bundan sonra qoşunlarını geri çəkib. Trump həmçinin vəziyyəti İsrail və onun qoşunları ilə atəşkəsə razılıq verən Hizbullahın nümayəndələri ilə də müzakirə etdiyini açıqlayıb. O qeyd edib ki, İsrail də Hizbullah mövqelərinə hücumları dayandırmağa razılıq verib. Görək nə qədər davam edəcək. Ümid edirəm ki, bu həmişəlik olacaq deyə Trump bildirib. ABŞ-nin Iowa ştatının Maskatin şəhərində baş verən atışmada şübhəli bilinən atıcı da daxil olmaqla azı 7 nəfər ölüb. Bu barədə yerli polis idarəsi məlumat yayıb. Hüquq mühafizə orqanlarının verdiyi xəbərə görə ilkin araşdırma atışmanın məişət münaqişəsi ilə əlaqəli ola biləcəyini göstərir və bütün ölənlərin şübhəlinin qohumları olduğu güman edilir. Bildirilir ki, polisə atışma barədə zəng yerli vaxtla saat təxminən 12:12-də daxil olub. Polislər hadisə yerinə çatdıqdan sonra 4 nəfərin meyidini aşkar ediblər. Daha sonra daha 2 qurbanın da meyidi aşkarlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 52 yaşlı Ryan McFarland ərazidən qaçıb. Sonra güllə yarası ilə tapılıb. Onun özünə qəsd etdiyi güman olunur. Polis hadisənin səbəbləri ilə bağlı araşdırma aparır.
Tramp Si Jinpingdən Putinə təzyiq göstərməsini istədi. ABŞ prezidenti Donald Trump Çin sədri Si Jinpingdən Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməsini istəyib. Bu barədə South China Morning Post qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, may ayında Pekində keçirilən görüşdə Trump şəxsən Çin liderini Pekinin Moskvaya təsirindən istifadə etməklə Ukraynadakı müharibəyə son qoymağa kömək etməyə çağırıb. Nəşrin məlumatına görə Trump Si Jinpingə Rusiya-Ukrayna danışıqlarının dalana dirəndiyini bildirib və Putini Zelenski ilə danışıqlar masasına qaytarmasında israr edib. Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlayan Miqor Mirzoyan barəsində həbs qəti imkan tədbiri seçilib. Bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 2024-cü ildən bəri xaricdə yaşayan Mirzoyanın və azı 4 nəfərdən ibarət qrupun Ermənistan baş nazirini siyasi və ictimai fəaliyyəti ilə əlaqədar öldürmək niyyəti ilə qeyri-müəyyən vəsait əldə etdiyi və cinayətə hazırlıq apardığı barədə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilir ki, onlar qoruyucu geyim və maska taxaraq Paşinyana ünvanlanan təhdidləri ehtiva edən video müraciət hazırlayıblar və yayıblar. Bundan sonra onlar seçki öncəsi təşviqata da mane olublar. Mirzayana qarşı Ermənistan Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən dövlət və ya siyasi fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qətlə hazırlıq bir qrup şəxs tərəfindən digər vasitələrlə təşviqata mane olma ilə cinayət təqibi başlanılıb. Daha əvvəl bildirilib ki, ilkin istintaq zamanı Ermənistanın baş nazirinə qarşı sui-qəsd planında iştirak edən şəxslərdən birinin şəxsiyyəti artıq müəyyən edilib. Ermənistan televiziya kanalında keçirilən seçki debatları zamanı Ermənistan parlamentinin sədri Alen Simonyan bir sıra açıqlamalar verib. Simonyan debat zamanı keçmiş deputat Arman Abovyana müraciət edib. Qaqiq Tsakuryan deyib ki, Aleksandr Lukaşenko mənim dostumdur. Aleksandr Lukaşenko isə deyir ki, mən Azərbaycanla birlikdə Ermənistana hücum etmişəm. Bəs sizin təklifiniz nədir? Debat zamanı Alen Simonyan Ermənistanda 300 min qərbi Azərbaycanlının məskunlaşdırılması ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə belə bir mövzuda heç vaxt danışıq aparılmayıb. Belə ki, söhbət heç vaxt olmayıb. Bunun müzakirə edildiyini və sonradan üzə çıxdığını təsdiqləyən heç bir sənəd də yoxdur. Belə bir danışıq ümumiyyətlə mövcud deyil. Rusiyanın Ermənistana qarşı hərbi təcavüzü real görünür. Bunu Ukrayna prezidenti ofisinin rəhbəri Kirill Budanov bildirib. O, Rusiyanın Ermənistana qarşı Ukrayna ssenarisini təkrarlaya biləcəyini istisna etməyib. Belə mesajlar 2 il əvvəl başlayıb. Mənim fikrimcə bu tamamilə realdır. Coğrafiya buna imkan verir. Ortaq sərhəd var. Ermənistanla Rusiyanın gücünü müqayisə etməyin mənası yoxdur və bunu hamı anlayır. Onun sözlərinə görə Rusiyanın Ermənistana hücum etmək imkanları var. Əsas sual budur ki, onlar cəmiyyəti parçalaya biləcəklər ki, sonraki addımları əsaslandıra bilsinlər. Bu isə mübahisəli məsələdir. Bilmirəm. Ümid edirəm ki, bacarmayacaqlar. Budanov qeyd edib ki, belə bir hal beynəlxalq ictimaiyyətin reaksiyası sadəcə narahatlıq ifadə etmək olmamalıdır. Bu, yaxşı reaksiyadır. Amma necə deyərlər, bundan nə isti olur, nə də soyuq. Əslində buna kim hazırdır? Bu çox böyük sualdır, deyə o bildirib. Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, döyüş əməliyyatlarını qışa qədər dayandırmaq mümkün ola bilər. Lakin istisna edilmir ki, Rusiya danışıqların son mərhələsində bu razılaşmalardan da imtina edə bilər. Bu açıqlama ilə Ukrayna prezident ofisinin rəhbəri Kirill Budanov çıxış edib. O qeyd edib ki, Zelenski Rusiya ilə danışıqlar üçün qışa qədər imkan pəncərəsinin olduğunu deyib və onun tapşırığı müharibəni mümkün qədər tez dayandırmaq
dayandırmağa çalışmaqdır. Mən təsdiqləyirəm ki, bu həqiqətən də onun istəyidir. Döyüş əməliyyatlarını mümkün qədər tez, arzu olunandır ki, qışa qədər dayandırmaq. O əlavə edib ki, bu məqsəd tamamilə düzgün, vaxtında və düşünülmüş bir yanaşmadır. Dəvət olarsa, münasib fürsət yaranarsa, qonşu ölkəyə, yəni Azərbaycana səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm. Bunu iyunun 1-də ictimai televiziyada keçirilən seçki qabağı debatda deputatlığa namizəd və Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Bir sirri aça bilərəm. Bu yaxınlarda Azərbaycanda forum keçirildi və Azərbaycanlı həmkarım məni səfərə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumun işində iştirak etməkdən imtina etdim, deyə Simonyan qeyd edib. O əlavə edib ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar. Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan ölkənin bu ilin sonuna qədər Avropa Birliyinə ixracı 4-5 dəfə artırmaq planı olduğunu açıqlayıb. Nazir bu barədə brifinqdə məlumat verib. Papoyanın sözlərinə görə müvafiq nazirlik artıq Avropa və Yaxın Şərq üçün ixrac dəstək proqramları hazırlayıb. Buraya sahibkarlara nəqliyyat xərcləri və gömrük rüsumları üçün kompensasiya ödənilməsi də daxildir. O vurğulayıb ki, Avropa Birliyinə ixrac 2 qat artsa da, hakimiyyət orqanları bu sahədə daha aqressiv siyasət aparmaq niyyətindədir. Belə ki, İrəvan Avropa bazarına meyvə, tərəvəz və emal olunmuş məhsullar tədarük etməyi planlaşdırır. Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracındakı çətinlikləri şərh edən rəsmi şəxs parlament seçkilərindən sonra bu məsələlərin tez bir zamanda həll olunacağına ümid etdiyini bildirib. Rusiyanın baytarlıq və fitosanitar nəzarət üzrə federal xidməti bugün Ermənistandan çəyirdəkli meyvələrin və üzümün idxalını məhdudlaşdıracaq. Bu barədə qurumun mətbuat katibi məlumat yayıb. Qeyd olunur ki, bu məhdudiyyətlər Ermənistan meyvələrinin Rusiyaya tədarükü zamanı pozuntu hallarının çoxalması ilə əlaqədar olaraq tətbiq edilir. Yaranmış vəziyyət Rusiya və Avrasiya İqtisadi İttifaqı ərazisinin fitosanitar rifahını, eləcə də Rusiyada sənaye bağçılığının, meyvəçiliyin və üzümçülüyün dövlət dəstəyi proqramlarının həyata keçirilməsini təhlükə altına alır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 2026-cı il iyunun 2-dən çəyirdəkli meyvə bitkilərinin albalı, gilas, ərik, gavalı, şafta, nektarin və üzümün idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edilir deyə məlumatda bildirilib. Zaxarovanın Gürcü arzusunu tərifləməsi və Putinin Ermənistanı hədələməsi Gürcüstan üçün çox böyük təhlükədir. Məsələ ondadır ki, Moskva bundan əvvəl Qazaxıstan neftinin Rusiya neft kəməri ilə Avropaya daşınmasını dayandırıb. Ruslar həmçinin Novrosisk limanındakı Qazaxıstan terminalını da bağlamağa hazırlaşırlar. Beləliklə daşınma üçün yeganə yol Gürcüstan olacaq. Bunu Gürcüstanın sabiq prezidenti Mikhail Saakashvili deyib. İndi isə Rusiya Ermənistana qoşun yeritməklə hədələyir. Bu ancaq Gürcüstan ərazisindən keçməklə mümkündür. Əgər Rusiya belə bir əməliyyat keçirmək qərarına gələrsə, mütləq Gürcüstanı da işğal edəcək. İvanishvili bunun üçün hər şeyi edib. Ordunu son həddə qədər zəiflədib. Təkcə orduda deyil, əhalinin böyük hissəsində də döyüş ruhunu öldürüb. O, Rusiyaya qarşı müqavimət üçün hazırlanmış gizli sığınacaqların yerini açıqlayıb və onları millətçi hərəkatçıların kompromat və silah saxladıkları yerlər adlandırıb. Həm Mısxeti, həm də Ermənistan istiqamətində Tiflisin müdafiə xəttini ləğv edib deyə o bildirib. Saakashvilinin sözlərinə görə bu cür geosiyasi oyunda Moskva İvanishvilinin onun qarşısında necə xidmət göstərdiyini xatırlamayacaq. Əgər Paşinyan
seçkilərdə qalib gəlsə, Rusiya dərhal B planına keçəcək. Mənim 2007-ci ildə onun Gürcüstandakı planlarını pozub, prezident seçkiləri təyin etdiyim və qazandığım vaxt olduğu kimi. İndi isə ssenari belə olacaq. Bu il ərzində Ermənistanda ixtişaşlar baş verəcək. Azərbaycan Rus qoşunlarının keçməsinə icazə verməyəcək. Rusiya İvanişvilidən qoşunların keçidinə razılıq istəyəcək. Əlbəttə, o da razılaşacaq. Xalq isə bunun onlara aid olmadığı deyiləcək. Ermənistanın işğalından sonra isə Rusiya Gürcüstanı da tam nəzarətə götürəcək və müvəqqəti olaraq İvanişvilini lider kimi saxlayacaq. Amma ölkənin bütün sahələrini özünə tabe etdirəcək. İşğal olunmuş ərazilərin tanınmasına nail olacaq və Rusiya üçün arzulunmaz hesab etdiyi şəxsləri kütləvi şəkildə məhv edəcək. Buna görə də hamımız Ukraynanın güclənməsinə ümid bağlamalıyıq. Bu, həm bizim, həm də ermənilərin xilasının yeganə yoludur. Mən bu proqnozumun gerçəkləşməsini İstəmirəm. Onun qarşısını ala biləcək yeganə amil Ukraynanın aktiv hərbi əməliyyatları və Rusiya hərbi maşınının nəhayət ciddi şəkildə sarsıdılmasıdır. Mən də məhz buna ümid edirəm. Hazırda Avropa Birliyi ilə Avrasiya İqtisadi İttifaqı arasında seçimlə bağlı referendum keçirmək məntiqli deyil. Bu seçimin qaçılmaz olacağı nöqtəyə qədər işləyir və işləməyə də davam edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Bu referendumun nə vaxt keçiriləcəyi də vacib bir sualdır. Ən azından Ermənistan rəsmi olaraq Avropa Birliyinə üzvülük üçün müraciət edənə və ya üzvülüyə namizəd statusu almağa yaxın olana qədər hər hansı bir referendum keçirmək məntiqsizlikdir. Çünki mahiyyət etibarilə heç bir əsas, heç bir tarazlıq formalaşdırılmayıb ki, xalq bu və ya digər yolu seçmək imkanı olsun. Bugün bu seçim nəzəri xarakter daşıyır və nəzəri seçimi referenduma çıxarmaq o qədər də düzgün deyil, deyə Paşinyan bildirib. Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Ermənistanda Avrasiya İqtisadi İttifaqı və Avropa Birliyi arasında seçim etmək üçün referendum keçirilməli olduğunu dilə gətirib. Kongo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı artıb, 321 nəfər bu virusa yoluxub. Məlumata görə Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər Kongo Demokratik Respublikasında Ebola virusuna 906 şübhəli yoluxma halı barədə məlumat verib. Bazar günü ölkə hakimiyyəti təsdiqlənmiş halların sayının 282-yə çatdığını, sonra isə bu rəqəmin 321-ə qədər yüksəldiyini açıqlayıb. Reuters agentliyindən bildirilib ki, Beynəlxalq CEPI Epidemiologiya Hazırlıq İnnovasiyalar Koalisiyası təşkilatı Konqonun şərqində yayılan Ebola virusuna qarşı peyvəndlərin hazırlanmasını sürətləndirmək üçün Moderna şirkətinə təxminən 60 milyon dollar ayıracaq. Qeyd edilir ki, Epidemiyaya qarşı Hazırlıq İnnovasiyaları Koalisiyası COVID-19 pandemiyası zamanı da peyvəndlərin hazırlanmasını dəstəkləyən ilk investorlardan biri olub. Yaponiyada Chanmi tayfunu nəticəsində 9 nəfər xəsarət alıb. Bu barədə Yaponiya hökumətinin baş katibi Minoru Kihaya xəbər verib. Onun sözlərinə görə Okinawa prefekturasında 9 nəfər yüngül xəsarət alıb, 6 bina zədələnib. Qeyd olunur ki, tayfunun yaxınlaşması səbəbindən 300-dən çox aviareys ləğv edilib. Əsas məhdudiyyətlər Küsü adasındakı Miyazaki və Kagoshima hava limanlarına təsir göstərir. Sinoptiklərin məlumatına görə tayfun təxminən 25 km/saat sürətlə şimal-şərqə doğru hərəkət edir və növbəti 24 saat ərzində Sakit Okeana doğru irəliləməzdən əvvəl Tokyo ərazisi də daxil olmaqla Küsü, Shikoku və Honshu adalarına da təsir göstərə bilər.
ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsi yad planetlərin qəzaya uğramış kosmik gəmi və ya yad cisimlər barədə sənədləşdirilmiş heç bir sübuta malik deyil. NASA-nın direktoru Karet Isaacman bu barədə Vaşinqtonda keçirilən sammitdəki forumda belə deyib. Isaacman bəşəriyyətin yerdən kənar sivilizasiyalarla mümkün təması və onun məlumatlarının dərc olunması ilə bağlı suala cavabında qeyd edib ki, Trump administrasiyası bu cür hadisələrlə bağlı materialların yayımlanmamasının tərəfdarıdır. Qəzaya uğramış kosmik gəmi və ya yad planetli cisimlər haqqında heç bir məlumatım yoxdur, deyə NASA rəhbəri vurğulayıb. Qeyd edək ki, müvafiq qurumlar tərəfindən qeydə alınan və ictimaiyyətə təqdim edilən naməlum hava hadisələri haqqında məlumatlar yayılmaqdadır. Ukrayna bu gecə Rusiya yanacaq enerji kompleksinə daxil olan obyektlərə dron zərbələrini davam etdirib. Zərbələrin hədəfi Krasnodar diyarındakı İlsk neft emalı zavodu olub. Yerli operativ qərargahın məlumatına görə zavodda güclü yanğın başlayıb. İlsk neft emalı zavodu Rusiyanın cənubundakı ən böyük özəl neft emalı zavodlarından biridir. İllik emal gücü 6 milyon tondan çoxdur. Bu, İlsk neft emalı zavoduna qarşı ilk dron hücumu deyil. Belə ki, zavoda sonuncu hücum 17 fevral 2026-cı ildə baş verib. Həmin vaxt pilotsuz təyyarənin zərbəsi zavodun ərazisində yanğına səbəb olub və neft məhsulları saxlanılan saxlama kəndinə ziyan vurub. Rusiya hakimiyyət orqanlarının məlumatına görə yanğın təxminən 700 kvadrat metr ərazini əhatə edib və 3 gündən sonra söndürülüb. Ötən gecə Rusiya Ukraynaya yeni kombinə edilmiş kütləvi hücum həyata keçirib. Kiyev, Xarkov, Dnepr, Sumi və Zaporojye şəhərləri dron qrupları ballistik və qanadlı raketlərin zərbələrinə məruz qalıb. Kiyevdə yaşayış məntəqələrinə və digər sektorlara ziyan dəyib. 10 nəfər yaralanıb. Dneprdə bir ev və mənzillər dağılıb. Nəticədə 4 nəfər həlak olub, 25 nəfər yaralanıb. Kiyevdə əsas zərbələr Podolsk, Sevchenski ərazilərində və Darnitsk rayonlarında qeydə alınıb. Bundan əlavə ballistik raket zərbələrindən sonra Podolsk, Obolonski rayonlarında da elektrik kəsintiləri müşahidə olunub. Yerli xəbərlərlə davam edirik. Binəqədi rayon ərazisində axtarışda olan Hyundai markalı avtomobilə yol polis əməkdaşları tərəfindən saxla əmri verilib. Bakı şəhər Dövlət Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə ödənilməmiş cərimə öhdəliyinə görə saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələbinə əməl etməyərək onlara tabesizlik göstərib. Onun qanunsuz hərəkətlərinin qarşısını alınaraq aidiyyatı üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin olunub. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülüb. Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Uzuntəpə kəndində yaşayan kənd sakini 5 yaşlı Zamanov kənd ərazisində olan su anbarına düşərək boğulub. Mərhumun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib. Kiberpolisin bu məqsədlə keçirdiyi sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən 4 nəfər Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Sultanov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan segmenti üzrə
admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kasino oyunlarını təşkil etməyə imkan yaradıb. Saxlanılan şəxslərin yaşadıkları ünvana baxış keçirilib. Bu zaman evdən elektron sübutlar, qanunsuz kasino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları, mobil nömrələr də aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə baş idarədə ittiham elan olunub və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə Səfərov və Məmmədov barəsində həbs qəti imkan tədbiri seçilib. Saxlanılan digər iki şəxslə bağlı başlanan cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir. Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 8299 vətəndaşın müraciəti cavablandırılıb. Bu barədə fonda istinadən xəbər verilib. Məlumata görə müraciətlərin 3130-u ünvanlı sosial yardım, 1582-si pensiya təyinatı, 2135-i sosial müavinət və təqaüd, 156-sı sosial sığorta və fərdi uçot, 1296-sı isə digər istiqamətlər üzrə olub. Paytaxtın Binəqədi rayonunda evlərdən birindən $6000 nəqd pul naməlum şəraitdə oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 51 yaşlı İskəndərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun taladığı evdə bir müddət əvvəl usta kimi çalışdığı da məlum olub. Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə 2 marketdən spirtli içki, tütün məmulatı və digər məhsulları oğurlamaqda şübhəli bilinən 48 yaşlı Hüseynov və 21 yaşlı Abbaslı da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Hər iki faktla bağlı araşdırma aparılır. Azərbaycanda son 6 ildə 884 uşaq müəssisələrdən ailələrinə qaytarılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, proses Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində həyata keçirilib. Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir. Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 964 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Birinci, ikinci, 3 və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb. Qeydiyyat iyunun 8-nədək aparılacaq. İmtahanın ikinci cəhdində iştirak etmək istəyən şəxs kabinetin istifadəçi adı və parolunu istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə keçid edə bilərlər. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar, məcburi köçkün statusu olan şəxslər, birinci və ikinci dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşanadək uşaqların imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu, abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edəcəklər. 3 may tarixində keçirilən Azərbaycan dili imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanından qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 21 iyunda keçiriləcək ikinci Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə
müsabiqəyə buraxılmayacaqlar. Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi, ikinci və üçüncü ixtisas qrupları üzrə iyulun 5-də, birinci və dördüncü qruplar üzrə isə iyulun 12-sində keçiriləcək. Üçüncü ixtisas qrupu üzrə alt qrup seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da iyulun 12-sində baş tutacaq. Bakıda 21.384 uşaq məktəbə hazırlıq qruplarını bitirib. Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 2025-2026-cı tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsi üzrə 928 məktəbə hazırlıq qrupunda 21.521 uşaq məşğələyə cəlb olunub. Məktəbə hazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onların təhsil mühitinə uyğunlaşmasını təmin etməkdir. Məktəbə hazırlıq qruplarında ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi, fiziki mədəniyyət dərs məşğələləri keçirilib. Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbə hazırlıq qruplarında məşğələlər 1 oktyabr 31 may dövrünü əhatə edir. Azərbaycanda 2025-ci ildə 2197 nəfər ilk dəfə vərəm diaqnozu ilə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunur ki, bu göstərici 2024-cü ilin statistikası ilə müqayisədə 170 nəfər azdır. Ötən il ölkədə vərəmdən ölənlərin sayı 144 nəfər olub ki, onlardan 121 kişi, 23 qadındır. Məlumata əsasən ən çox yoluxma faktı 30 və yuxarı yaş şəxslərdə qeydə alınıb. Belə ki, sözgedən yaş aralığında 1447 nəfər, 18-29 yaşda 552, 14-17 yaşda 135, 0-13 yaşda isə 63 nəfər vərəmə yoluxub. Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb. Masallı rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 14 kiloqram marihuana, heroin və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Cəllabadda üzərinə qaynar su tökülən körpə yanıq xəsarətləri alıb. Alar kənd sakini 1 yaşlı Əli İzzətoğlu Quluzadənin üzərinə yaşadığı evdə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilən Quluzadənin vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb. 11 yaşlı şəxs Nizami rayonun Nuriyev küçəsində yaşadığı evin eyvanından yıxılıb. O, hadisə yerində dünyasını dəyişib. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. Bu ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbi ilə hospitalizasiya olunub. Qeyd olunur ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaət bəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksiyaya tədbirləri həyata keçirilib. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Qaradağ rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri ilə birgə həbs olunan İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin sabiq rəis müavini Zülfüqar Mansurov həbsdən
azad edilib. Bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qəbul olunub. Qərara əsasən onun barəsində seçilmiş həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı qərar ləğv olunub. Zülfüqar Mansurov həbsdən azad edilib. Cinayət işi ibtidai istintaqa qaytarılıb. Qeyd edək ki, o 2025-ci ilin noyabr ayında Baş prokuror yanında korrupsiya qarşı Baş Mübarizə İdarəsinin Qaradağ rayon icra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Baş prokurorluğun məlumatına görə istintaq və əməliyyat axtarış tədbirləri ilə Qaradağ rayon icra başçısının sabiq müavini Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ rayon icra hakimiyyəti başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayon ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına dair əsaslı şübhələr müəyyən edilib. Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində qətl hadisəsi baş verib. Hadisə Şuşa şəhərciyində qeydə alınıb. Qəsəbə sakini 60 yaşlı Adıgözəlov Məmmədov gəlini 31 yaşlı Gülzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb. Qeyd edək ki, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşı olub. Şuşaya gedən ödənişli yol üçün məbləğlər müəyyənləşib. Yeni tikilən Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib. Bununla bağlı Tarif Şurasının sədri Mikayıl Cabbarov qərar imzalayıb. Qeyd edilib ki, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolunun ödənişli avtomobil yolu kimi müəyyən edilmiş 81,3 kilometrlik hissəsi ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğləri artıq təsdiq olunub. Bu qərar Azərbaycan qanunları, Prezidentin və Nazirlər Kabinetinin aktları ilə ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azad edilən nəqliyyat vasitələrinə şamil olunmur. Qərar 2026-cı ildən başlayaraq bugündən etibarən qüvvəyə minir. Minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtomobillərinin nəqliyyat vasitələri üçün ödəniş məbləği 8 manat 60 qəpik, İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər ağır maşın mexanizmlər üçün 10 manat 60 qəpik, avtobuslar 7 manat 10 qəpik, qoşqulu və yarım qoşqulu nəqliyyat vasitələri 17 manat 70 qəpik, motosikletlər üçün isə 4 manat 65 qəpik müəyyən edilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında avtomobilinin dövlət qeydiyyat nişanını gizlədən sürücü cərmələnib. Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxsin minik avtomobilinin nömrəsini gizlətdiyi ortaya çıxıb. Ərazidəki kamera tərəfindən qeydə alınan görüntü əsasında sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi səs və ya sayrışan səs siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitələrinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının təmin işinə mane olan antiradar və digər texniki vasitələrdən,
yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan şəxs səs siqnallarından istifadə edilməsi maddəsi ilə protokol tərtib edilib. Xəzər rayon məhkəməsinin qərarı ilə həmin əmələ yol vermiş sürücü 500 manat miqdarında cərimə olunub. Samux rayonunda Kür çayının sahilindən 18 yaşlı gəncin meyidi tapılıb. Emin Məmmədovun meyidi aidiyyatı üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən yeniyetmə ürək tutmasından vəfat edib. Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Gülüstan Qum-Çınqıl yatağının istifadəyə verilməsi üzrə hərrac keçirilib. Hərracı Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yerli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki hərracların təşkili mərkəzində keçirilib. Başlanğıc qiyməti 10.000 manat müəyyən edilmiş hərrac 13.900 manatla yekunlaşıb. Hərrac ölkə prezidentinin 23 oktyabr 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş yer təkinin istifadəyə verilməsi üzrə hərracların keçirilməsi qaydalarına uyğun olaraq həyata keçirilib. Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc ölüb. Hadisə ötən gün 11-13 radələrində Nərmanov Böyük Şor sayəsində hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəflətən bir gənc çıxıb. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilir ki, maşinist təcili tormozlama aparsa da məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub. Nəticədə 2004-cü il təvəllüdlü Anar Rövşənoğlu Quliyev həyatını itirib. Milyonluq kapital olan şirkət fəaliyyətini dayandırdı. Azərbaycanın biznes sektorunda tanınmış şirkətlərdən biri olan Balbadəm Qrup Məhdud Məsuliyyətli Cəmiyyət ətrafında ciddi maliyyə qalmaqalı yaranıb. Nəhəng nizamnamə kapitalına malik olan bu qurumun dövlət büdcəsinə külli miqdarda vergi borcu üzə çıxıb. Hazırda vergi bazasında aparılan yoxlamalar nəticəsində məlum olub ki, şirkətin ümumi borc öhdəliyi 133 mindən çoxdur. Maraqlı məqam ondan ibarətdir ki, qanuni təmsilçisi Alim Nazimoğlu İbadov olan şirkətin nizamnamə kapitalı kifayət qədər yüksəkdir, 1.585.500 manat məbləğində göstərilib. Buna baxmayaraq Balbadəm qrupun vergi öhdəliklərini yerinə yetirmədiyi və hazırda vergi ödəyicisi kimi statusunun passiv olduğu qeyd edilib. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Mərkəz küçəsi ev 38A olaraq qeydiyyata alınan şirkətin fəaliyyətinin niyə dayandığı və bu qədər böyük kapital fonunda borcun hansı səbəbdən yaranması da sual doğurur. Qeyri-rəsmi birgə yaşadığı qadını amansızlıqla öldürməkdə ittiham olunan biznesmen Emil Ağacanov cəzadan azad edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin son qərarı verilib. 48 yaşlı Ağacanov ibtidai istintaq vaxtı keçirilən ekspertləri ilə anlaqsız hesab edilmişdi. Amma onun öldürdüyü İradə Muradovanın yaxınları həmin rəylə razılaşmırdı. Onlar iddia edirdilər ki, Emil cinayəti şuurlu şəkildə törədib. İndi də həbsdən yayınmaq üçün özünü psixoloji xəstə kimi göstərir. Məhkəmə məhz bu səbəbdən bütün şübhələri aradan qaldırmaq məqsədi ilə təqsirləndirilən şəxsin yenidən tibbi ekspertizadan keçirilməsinə qərar verib. Lakin həkimlərin Ağcanovun psixoloji vəziyyəti ilə bağlı rəyi eyni olub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə heyətinin yekun qərarı ilə Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilib. O həbs əvəzinə məcburi psixiatrik müalicəyə göndəriləcək. Qeyd edək ki, Emil biznes fəaliyyəti ilə məşğul olub. O, Chermington Transportation Service, Azrent, Kaspistal şirkətlərinin və İtaliya brendi Yamamay mağazasının
sahibidir. Bu cinayət hadisəsi isə ötən ilin yayında Yasamal rayonunda onun anasına məxsus evdə baş verib. Spirtli içki və narkotik vasitələrin təsiri altında olan Emil İradəni müxtəlif dini ayinlər etdirə-etdirə Ayətəl Kürsü duası oxutura-oxutura boğaraq öldürüb. Daha sonra o cəsədi evin hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər bu vəziyyətdə dini musiqilər dinləyib. Paytaxtda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata görə minik avtomobili KAMAZ-la toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Bugündən etibarən ölkə ərazisində küləkli hava müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Fövqəladə Hallar Nazirliyi də belə hava ilə bağlı əhaliyə müraciət edib. İndi həmin müraciəti izləyək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə sabah gündüzədək bəzi ərazilərdə ara bir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin yay fəslində insanların istirahət üçün çimərliklərə üst tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa kiçik həcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmanın qadağan olduğunu nəzərə almalıdırlar. Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqınlardan qorunmaq üçün sel və daşqın təhlükəli ərazidən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər 10:00 xəbərlərini izləməyi unutmayın. Xəbərləri izləyin ki, xəbərlərdən də xəbərdar olasınız. Sağ olun, salamat qalın.